sözdə həkim olan, amma pasiyentlərinin həyatını itirməyə səbəb olan həmin o ölüm həkiminə axır ki, hökm oxundu. Nə oxunub bilmək istəyirsinizsə, sona qədər diqqətiniz bizdə olsun. Bu və digər maraqlı xəbərləri izləmək üçün Saf televiziyasında tibb xəbərlərinə baxırsınız. Studiyada Günel İbadovadır. Aylardır bütün tibb dünyası bu həkimlə danışır. Qəhrəman olmaq üçün öz pasiyentlərini anesteziya zamanı müxtəlif dərmanlar əlavə eləyirmiş ki, pasiyent kritik vəziyyətə düşsün, sonra da güya onları xilas elədiyi üçün qəhrəman olsun. Amma nəticə etibarilə 12 nəfərin ölümünə səbəb olub. Ona bugün hökm oxunub. Ömürlük. Ölüm həkimi ömürlük həbsdə məhkum edildi. Fransada keçmiş anestezioloq Dr. Fredrik Paşe pasiyentləri qəsdən zəhərlədiyinə görə ömürlük həbs cəzasına məhkum edilib. 53 yaşlı həkim 2008-2017-ci illər arasında Bezanson şəhərindəki 2 klinikada 30 pasiyentin infuziya məhsullarına təhlükəli kimyəvi maddələr qatmaqda günahlandırıb. Bu hallardan 12-si ölümlə nəticələnib. Məhkəmə müəyyən edib ki, Paşe kalium xlorid və adrenalin kimi maddələrdən istifadə edərək pasiyentlərdə qəfil ürək dayanması və ağır qanaxmalar yaradıb. Bir çox hallarda o, sonradan müdaxilə edərək özünü xilaskar kimi göstərib. Araşdırmalar zamanı məlum olub ki, həkimin işlədiyi klinikalarda narkoz altında ölüm halları ölkə ortalamasından dəfələrlə yüksək olub və onun işdən uzaqlaşdırılmasından sonra bu hallar dayanıb. O isə ittihamları qəbul etməsə də, məhkəmə onun təqsirini sübuta yetirilmiş sayılıb. O, azı 22 il həbsdə qalacaq və hökmü apellyasiya etmək hüququ var. Ümumdünya Səhiyyə Təşkilatının Departament direktoru ilə Səhiyyə Nazirliyində görüş keçirilib. Detalları izləyək. Azərbaycan Səhiyyə Nazirliyində Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional ofisinin yoluxucu xəstəliklər, ətraf mühit və sağlamlıq departamentinin direktoru Rob Butler ilə görüş keçirilib. Görüşdə Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlıq, iqlim və sağlamlıq üzrə Bakı COP sədrliklərinin varislik koalisiyasının genişləndirilməsi və Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatının Avropa Sağlam Şəhərlər şəbəkəsinə qoşulma perspektivləri müzakirə olunub. Səhiyyə naziri Teymur Musayev Azərbaycanın iqlim və sağlamlıq əlaqələrinin gücləndirilməsinə sadiq olduğunu vurğulayıb və COP29 çərçivəsində yaradılan müvafiq koalisiyanı qeyd edib. Rob Butler Azərbaycanın səhiyyə və yoluxucu xəstəliklərlə mübarizədə əldə etdiyi nailiyyətləri, eləcə də COP29 zamanı iqlim yönümlü səhiyyə təşəbbüslərinə verdiyi dəstəyi yüksək qiymətləndirib. Ekranda gördüyünüz bu xanımın 106 yaşı var və o bizə uzun ömürlülüyünün sirrini açıqlayıb. Düzünü desəm, mən xeyli təəccübləndim, çünki gözləyirdim ki, hansısa məhsulları yeməklə və yaxud da sağlam həyat tərzi ilə bağlı nəsə deyəcək. Amma dedikləri həqiqətən də fərqli idi və mən xeyli mütəəssir oldum. İzləyin, siz də olun. 106 yaşlı qadın uzun ömürlülüyünün sirrini açdı. Böyük Britaniyada yaşayan 106 yaşlı John Clark uzun və xoşbəxt həyatının sirlərini bölüşüb. Woking şəhərindəki qocalar evində yaşayan Clark 3 dekabr 1919-cu ildə Sheffield anadan olub və 2-ci Dünya müharibəsi, monarxların tac qoyma mərasimləri, ayın fəthi, pandemiya və texnoloji inqilablar daxil olmaqla bir çox tarixi hadisələrin şahidi olub. O həyatının müxtəlif dövrlərində silah zavodunda, mağazalarda və ofislərdə çalışıb. Clark bildirib ki, uzun ömürlülüyünün cəmi 2 sirri var. Əlimizdə olanlara dəyər vermək və çatışmayanlara görə üzülməmək. Xoşbəxt olun və insanlara qarşı mehriban davranın. 106 yaşında olmasına baxmayaraq o kitab oxumağı, musiqi dinləməyi, əl işləri görməyi və çiçək kompozisiyaları düzəltməyi sevir. Heyvanlara xüsusi sevgisi var, xüsusilə Gasper adlı atını qeyd edir. Oxşar fikri Braziliyada yaşayan və hazırda dünyanın ən yaşlı kişisi sayılan 113 yaşlı Juan Marinho Neto'da bölüşüb. O, uzun ömrünü yaxşı insanların əhatəsində yaşaması ilə əlaqələndirir. Əgər vegansınızsa, vegetariansınızsa, ət, balıq, toyuq yemişsinizsə və omega 3 qəbul eləmək məcburiyyətiniz varsa, bu zaman sizə bir xoş xəbərimiz var. Baxaq görək, hansı bitkilərdən bu yağ turşularını qəbul eləmək mümkündür?
Balıq yeməyənlər üçün xoş xəbər. Yeni elmi araşdırma göstərib ki, bitki mənşəli omega-3 yağ turşuları gözlənilmədən daha faydalı ola bilər. Yeni elmi araşdırma göstərib ki, bitki mənşəli omega-3 yağ turşuları gözləniləndən daha faydalı ola bilər. Bir il davam edən tədqiqat zamanı iştirakçılar əsasən bitkilərdən alınan omega-3 qəbul ediblər. Xüsusilə kətan toxumu yağı istifadə olunub. Araşdırmanın sonunda onların qan analizlərində ürək və beyin sağlamlığı üçün vacib olan turşular omega-3 növlərinin səviyyəsinin artdığı müşahidə edilib. Əvvəllər bu maddələrin yalnız balıq və dəniz məhsullarından alındığı düşünülürdü. Yeni nəticələr isə göstərir ki, düzgün və balanslı qidalanma şəraitində bitkilərdə olan omega-3 də orqanizmdə aktiv formaya çevrilə bilir. Kətan toxumu, chia toxumu, qoz, soya məhsulları və kanola yağı omega-3 baxımından zəngin sayılır. Bu tapıntılar balıq yeməyənlər, vegetarianlar və veganlar üçün xüsusilə ümidverici hesab olunur. Mütəxəssislər bildirir ki, bitki əsaslı omega-3 mənbələri sağlam qidalanmanın vacib hissəsi ola bilər. Elə bilirik ki, yaşıl çay bütün çaylardan daha faydalıdır. Əsla deyil. Heç qara çaydan da faydalı deyil. Hətta deyərdik ki, onların hər ikisinin faydası eyni qədərdir. Sadəcə doğru istifadə etmək lazımdır və bununla bağlı mütəxəssis fikri var. Baxaq. Yaşıl çay daha faydalı deyil. Yaşıl çayın qara çaydan daha sağlam olması ilə bağlı geniş yayılmış fikir elmi əsaslara tam söykənmir. Bu barədə Rusiyalı tibb eksperti Yekaterina Kaşuk yerli mətbuata açıqlamasında bildirib. Ekspertin sözlərinə görə yaşıl və qara çay eyni bitkidən hazırlanır və aralarındakı əsas fərq fermentasiya dərəcəsidir. Yaşıl çay az fermentasiya olunduğu üçün tərkibində iltihab əleyhinə təsir göstərər və maddələr mübadiləsini sürətləndirən kaxetinlər daha çoxdur. Qara çay isə mədəyə nisbətən daha yumşaq təsir edən teoflavinlər kimi faydalı maddələrlə zəngindir. Mütəxəssis xüsusilə ac qarına içilən tünd çayların mədənin selikli qişasını qıcıqlandıra və dəmirin mənimsənilməsinə mane ola biləcəyini vurğulayıb. O qeyd edib ki, bu baxımdan yaşıl çay həssas mədəsi olan insanlar üçün daha aqressiv təsir göstərir. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.